Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər məhəlləsi deyilən ərazidə, məktəbin düz yaxınlığında, qapının ağzına qədər asfalt olan ərazidə 2.5 sotun içində 3 geniş otaqlı, tam təmirli bir həyət evini satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarını verim. Hörmətli izləyicilər, nəzərdə çatdırılan bu ev əvvəllər şəxsi inşa olunmuş bir ev olub, şəxsi tikili olub. Sadəcə təzədən təmirə girib. Gördüyünüz ki, bura hərəkənin sahəsidir, drapları qoyulub, qaz, su, işi, kanalizasiya hamısı qoyulub. Demək, burada yayda oturmaq üçün besetka yeridir, gördüyünüz kimi tam təmirlidir. Hasarları mozaik ilə qəşəng gözəl bəzədilib. Ev 8-9 daş kürsüdə inşa olunub. Altıdına istədiyiniz formada artıq əşyalarınızı yığa bilərsiniz. Həm də ərazi cəhətdən çox quru ərazidir, hörmətli izləyicilər. Baxın, bax, burada gördüyünüz kimi, altından istədiyiniz kimi çıxıb evin atlarının ponunu gəzmək mümkündür. Ərazi cəhətdən də quru ərazidir. Demək, qalxağın evin ölçüsü ilə tanış olaq. Evin təmiri göz qabağında. Bura həm viranda hissəsidir, həm də giriş hissəsidir. Həyətdə buradan bir dənə zəhmət olmasa belə. Gözlərini bir dənə çəkin, baxın. Həyətdə geniş, ürəyəsən, rahat 2 maşın daxil ola bilir həyətə. Buradan daxil oluruq evin içinə. Demək, girən kimi dəhlizin eni 1.71-80 dolar. Şkaf qoymasının yeri nəzərdə tutulub. Demək, girən kimi sağ tərəfdə mətbəxdir. Mətbəx haradasa 14-15 kvadrat olar. Təxmin ölçüsü deyirəm, hörmətli izləyicilər. Açıq aboylardan istifadə olunub. Ağ qapılardan istifadə olunub. Laminatları vurulub. Ev tam hazır vəziyyətdədir. Gözəl vəziyyətdə təmin olunub. Bura qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağıdır. Haradasa 4 metr enidir. 6.57-yə yaxın zalıdır. Yəni 24-25-24-dən çoxdur. 25-26 kvadrat olar. Gördüyünüz kimi də tavanlar da sadə yığılıb, hörmətli izləyicilər. Hər şey qaydasında, təmir də gözəl, yerə də yaxşı yerdir. Qapının ağzına qədər asfaltdır. 4-ün 5-ə 1 otaqlar var burada. Otaqları genişdir, baxın. 4-ün 5-i, arxadan yeri var keçməyə. Tam pəncərələrdən rahat işıq düşür. Ev havalanmaq yoxdur. Ev də üzü qiblə tərəfə düşüb, gün çıxan tərəfə inşa olunub. Burada da yenə 4-ün 5-ə bir də burada bir yataq otağıdır. Otaqlar geniş, eyni olduğu kimi də yenə buradan da pəncərələrə havalanır. Yəni işıq rahat düşür. Hörmətli izləyicilər, yəni ev əvvəllər yenə deyirəm, şəxsi tikili olduğu üçün evin həm otaqları da çox genişdir, həm də açıqdır. Burada sanuzel hissəsidir. Sanuzeldə, hörmətli izləyicilər, aksesuarları qiymətin danışıqdan asılıdır. Ancaq onun, yəni ev sahibi ilə danışacaqsınız, onlar fərqli qiymətlər dəyişir. Qapıları da özdə çox qəşəng, səliqəli qapılardan istifadə olunub, açıq ağ qapılardan istifadə olunub. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmanı köməkli göstərə bilərik. Seçal əmlak, TikTok, Instagram, YouTube'da bizim evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, zəng vuran zaman kodları götürmək yaddan çıxmasın. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Bu evin də qiyməti, start qiyməti 106.000 start qiymətli. Real arzu olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi dedi, hörmətli izləyicilər. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.